Salam əziz həmvətənlərim. Bir məsələ ilə bağlı narahatçılığımı bildirmək istəyirəm. Aidiyyatı qurumlar güman edirəm ki, bu müraciətimi eşidər və bu qanunsuzluğu, özbaşınalığı, bu hüquqsuzluğu aradan qaldırarlar. Belə ki, bizə Sumqayıt şəhərindən bir neçə valideyn zəng eləyib və bildiriblər ki, Sumqayıtda bəzi məktəblərdə qız uşaqlarını, yəni hicablı qız uşaqlarının məktəbə gəlməsinlə bağlı məktəb rəhbərliyi problemlər yaradır. Yəni hətta baxın, Türkiyənin 90-cı illərdə, 80-ci illərdə yaşadığı problemləri bizə kimlərsə transformasiya eləmək istəyirlər. O ikna odaları dedikləri, inandırma otaqları deyilən bir otaqlar yaratmışlar o zaman Türkiyədə və hicablı xanımları çağırıb inandırırlar ki, başı açmaq lazımdır, bu lazım deyil, filandır, beşməkəndir. İndi də kimsə yerini bilməyən müdürlər, məktəb direktorları, müəllimlər, kimlərsə cəmaatın balalarını çağırırlar ki, sən başını niyə bağlıysan, sən evdə məcbur eləyirlər, sən niyə baş bağlıysan, sən cavan qızsan filan. Bu nədir? Hansı qanuna istinad edirsiniz siz? Nə yeyirsiniz, nə içirsiniz, harada yaşayırsınız? Azərbaycan Respublikası müsəlman ölkəsidir. Əhalisinin 90%-dən artıq müsəlmandır və burada istənilən bir müsəlman xanım öz başını bağlayıb işə də gedə bilər, məktəbə də gedə bilər, universitetə də gedə bilər və bu hüquq konstitusiya ilə müəyyən olunub, konstitusiya ilə qorunur. Hansısa başıboş məktəb direktorunun, hansısa başıboş təhsil işçisinin, hansısa nazirlikdə başıboş bir məmurun qeyri-rəsmi göstərişindən belə bir şeylərin edilməsi yol verilməzdir. Yəni kimlərsə, mən belə başa düşürəm ki, kimlərsə bilərəkdən əhali arasında nifaq yaratmaq istəyir, qarşıdurma yaratmaq istəyirlər. Yəni, insanların inancına, etiqadına necə dil uzada bilərsiniz? Konstitusiya ilə müəyyən olunmuş hüququ digər qanunlar məhdudlaşdıra bilməz. Konstitusiyada vicdan azadlığı var və hər bir insanın istədiyi dinə, qanunla qadağan olunmamış dinlərə, yəni o bilirsiniz də, bu qeyri-ənənəvi dinlər var, satanizm, nə bilim, şeytanizm, bizdə tərsinədir, satanizmə, şeytanizmə heç nə demir. Amma bir müsəlman görəndə, bir saqqallı görəndə, bir hicablı görəndə, bir namaz qılan görəndə elə bir cin şeytan görürlər. Yəni, bununla bağlı mən aidiyyatı qurumlara, buradan Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinə səslənirəm. Kimlərsə Azərbaycanda süni şəkildə qarşıdurma yaratmaq istəyirlər. Dini zəmində insanları qarşı-qarşıya qoymaq istəyirlər. Bu araşdırılsın. Faktla bağlı qeyd edeyim, Sumqayıtda 17 saylı məktəbdə hicablı xanımların, qız uşaqlarının başlarını açaraq məktəbə gətirilməsinlə bağlı valideynlərə göstəriş veriblər. Və nə ilə əsaslandırırsınız? Bu sizə hardan gəlib deyəndə deyirlər ki, qeyri-rəsmi tapşırıqdır. Yəni,